Bugün Zərifə Əliyevanın anım günüdür. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva həm alim, həm həkim, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən ictimai xadim kimi yadda qalıb. Onun həyatı elmi nailiyyətlər, ailə dəyərləri və xalqına göstərdiyi xidmətlərlə dolu bir ömrün parlaq səhifəsidir. Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva mənalı ömür yaşayıb. Atası, görkəmli ictimai xadim və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, həkimləri təkmilləşdirmə institutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və ömrünü oftalmologiyaya həsr edib. 1940-1950-ci illərdə Azərbaycanda traxomanın geniş yayıldığı bir vaxtda insanları bu bəladan xilas etmək, xəstəliyin səmərəli müalicə metodlarını işləyib hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçı elmi axtarışlarının ilkin mərhələsində traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, məsləhətlər verir, mühazirələr oxuyurdu. O 1959-cu ildə traxomanın digər terapiya üsulları ilə birlikdə sintomizinlə müalicəsi mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Onun təklif etdiyi müalicə metodu respublikada geniş tətbiq olunur və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynayır. Zərifə xanımın oftalmoloq alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutub. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi, görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaradıb və peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktora alimlik dərəcəsi verilib. Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə əməkdar elmi xadimi fəxri adına layiq görülüb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə Zərifə xanıma keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSR Tibb Elmləri Akademiyasının Averbach adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk alim qadın idi. Zərifə xanım Ulu Öndər Heydər Əliyevin ömürgün yoldaşı, dostu, mənəvi dayağı, arxası idi. Onların birgə həyatı sadəcə bir ailə birliyi deyildi. Bir ömrün, bir missiyanın ortaq daşıyıcılığı idi. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi ana adıdır. Zərifə xanım ümumilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyevin anasıdır. Müasirlərinin dediyi kimi, Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibəti də xüsusi idi. O, uşaqları sanki ulu tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi. Zərifə xanımın bütün ömrü ətrafa nur yayırdı. Bir ana kimi övladlarına göstərdiyi qayğı, ömür gün yoldaşı kimi Ulu Öndərə arxadayaq olması, bir Azərbaycan xanımı kimi xalqına etdiyi xidmət işıqlı arzulardan qaynaqlanırdı. Zərifə xanımın şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.